Salam, hörmətli müəllimlər, hər birinizi salamlayıram. Və bu gün mövzumuzun ən aktual mövzulardan biri olan məktəb direktorları müəllimlərdən icmal tələb edə bilərmi? Bunun qanuni əsasları varmı? Bu mövzuda danışmaq istəyirəm. Qısaca onu bildirmək istəyirəm ki, hər bir məktəb direktoru müəllimdən icmal tələb etmək qanuni əsaslara söykənir və tələb edə də bilər. Və hansı qanuni əsaslara söykənilir və onları izah etmək istəyirəm. İlk növbədə təhsil qanununda göstərilir ki, hər bir məktəb direktoru tədris prosesinin təşkilində, idarə olunmasında və nəzarət edən cavabdeh şəxsdir. Müəllim isə tədris etdiyi fənnin planlaşdırılmasını aparılmalı, görülən işlərlə bağlı hesabatlı olmalıdır. Yəni, məktəb direktoruna hesabat verməlidir və hesabatlı olmalıdır. Onun üçün də bununla göstərilir ki, təhsil qanununda göstərilir ki, məktəb direktoru müəllimdən icmal tələb edə bilər. Bu, müəllimin vəzifəsi hesab olunduğu üçün tələb edə bilər. İkinci məsələ ondan ibarətdir ki, əmək məcəlləsində də göstərilir ki, əmək məcəlləsində işçi, yəni müəllim, öz əmək funksiyasını işə götürənin qanuni tapşırıqları əsasında yerinə yetirməlidir. Məktəbdə də bildiyimiz kimi icmal qanuni tapşırıqlar əsasında yazıldığı üçün məktəb direktoru müəllimdən icmalı tələb edə bilər. Əmək məcəlləsinə əsaslanaraq işçinin işə götürənin qanuni tapşırıqlarını yerinə yetirilməsi vəzifə borcudursa işçinin, yəni ona da əsaslanır ki, işçi, müəllim, yəni əmək məcəlləsinə əsasən icmalı yerinə yetirməyə borcludur. Direktor isə işə götürənin nümayəndəsidir. Əgər icmal qanunu və vəzifə funksiyasına uyğundursa, onu təqdim edilməsi məcburidir. Üçüncü məsələ ondan ibarətdir ki, hər bir məktəblərin nizamnaməsində göstərilir ki, hər bir ümumi təhsil məktəblərinin nizamnaməsində açıq şəkildə göstərilir ki, direktor tədrisə nəzarət edir. Yəni, tədrisə nəzarət edən birbaşa şəxs direktor hesab olunduğu üçün müəllim isə sənədləşdirməni vaxtında və düzgün aparmalıdır. İcmalı da bu sənədləşdirmənin bir hissəsidir. Yəni, məktəbdə müəllimin icmalı bu sənədləşdirmənin bir hissəsi olduğu üçün məktəb direktoru müəllimdən icmalı tələb edə bilər. Bunun da qanuni əsasları var. Üçüncü məsələ ondan ibarətdir ki, üçüncü məsələni dedik, nizamnamə. Dördüncü məsələ ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyinin normativ sənədlərinə əsasən məktəblərdə monitorinqlər aparılır mütəmadi şəkildə, yoxlamalar aparılır, dərs dinləmələr aparılır və bu dərs dinləmələr zamanı müəllimlərin yazılı icmalları, hesabatları tələb olunursa, tamamilə qanuna uyğundursa, məktəb direktoru, yəni müəllimdən icmalları tələb edə bilər. Bu da qanuni əsaslara söykənir. Məktəb direktoru müəllimdən icmalı tələb etməsi təzyiq yox, yəni müəllimdən təzyiq əsasında tələb etməməlidir. İdarəetmə mexanizmi baxımından, yəni nəzarət mexanizmidir bu. Bu da gətirir çıxardır tədrisin keyfiyyətinin artırılması, məsuliyyətin bölüşməsi üçün əsas vasitəyə çevrilə bilir məktəblərdə. İcmalların yoxlanılması, məktəb direktoru tərəfindən nəzarət olunması. Hörmətli müəllimlər, hörmətli izləyicilər, aktual mövzulara yəni mütəmadi toxunacağıq. YouTube kanalımızda sizi maraqlandıran mövzuları müzakirə edəcəyik və siz də məktəb haqqında, məktəbşünaslıq haqqında qanunlardan xəbərdar olmaq üçün kanalımızı bəyənəsiz və öz fikirlərinizi bildirəsiz. Diqqətiniz üçün təşəkkür edirəm, minnətdaram.